Qəlbimə yerləşmir əvvəlki həvəs, vaxt ötüb, biraz da daralıb qəfəs. Yenə əvvəlki dək alıram nəfəs, amma o əvvəlki adam deyiləm. Məsəl üçün, əvvəlki insan deyiləm deyil. Məsələn, adam sözünü işlətməyim orada hər dəfə təkrar olunur o qoşmanın içərisində. Məqsəd də elə odur. Yəni, Adəm nəfsinə görə dünyaya indi. Nəfsi səbəb oldu buna. Yəni, gündən günə mən də o nəfsimdə o deyiləm. İnsan yaşadıqca hər şey xarab olur. Ümumiyyətlə, dünyada nə varsa, dünyaya gələndən xarab olmağa başlayır, ta məhv oluna qədər gedir. İnsan köhnəlir, yoxsa qocalır? Yox, insan həm köhnəlir, həm qocalır. Hansı qorxuludur? Yəni, mən köhnəlməyi daha çox qorxulu hiss eləyirəm. Çünki köhnəlmək ruha aid bir şeydir. Yəni, cismani olaraq onsuz da hər şey xarab olur da, o qeyd edədiyim kimi. Amma hər şey xarab olmağın fövqündə hər şey dağıntıya doğru gedir, çürüməyə doğru gedir. İnsan bədənidir. Dünyaya nə gəlsə, daş belə qocalır. Dünyada nə var, hər şey qocalır, yaşlanır və xarab olmağa doğru gedir. Bircə mənəviyyatdan başqa. O kamilləşməyə doğru gedir. Hər kəsdə. Hər kəsdə ola bilər indi bir cür getsin, sürətləri fərqli olsun, amma hər kəsdə gedir. Amma bir çoxlarında azalır axı. Yox, azalmır. Qocaldıqca görürsən ki, sanki ağıllarını itirirlər. Yox, o hələ cavanlığa nisbətən hələ yaxşıdır. Yaxşı qalıb deməli. Biraz hələ gəlib üstünə. Çünki o ibrət alıb axı hadisələrdən filan. Amma kamilləşdikcə də əvvəlki hiss eləyirsən, məsəl üçün əvvəlki adam deyilsən. Dünən güldüyün şeyə bu gün gülmürsənsə, dünən ağladığını bu gün ağlamırsansa, dünən təəssüfləndiyini bu gün Yəni bunların arasında bir fərq varsa, deməli səndə bir proqres var. Səndə bir ruhani yerdəyişmə var. Və sabah da gərək bu gününlə barışmayasan. Əgər sabah da bu gününlə barışmırsansa, deməli növbəti mərhələyə keçə bilmirsən sən. Bu da insan qala bilərək, insanlığı qoruyaraq olmalıdır. Yoxsa özünü mələkləşərsən, əslində mələkləşmək insanlıqdan uzaqlaşmaq deməkdir. Yaxşı mənada da uzaqlaşanda pislik eləyəcəksən insanlığa, bəşəriyyətə, pis mənada da uzaqlaşanda insan qala-qala kamilləşmək lazımdır.